Esselamu Aleyküm ve Rahmetullah. Değerli izleyicilerimiz, deməli Balakan rayonunda Müslüm Maqamoyev küçəsində 6 sot torpaqla bir yerdə həyət evi satışa çıxarmışıq. Düz belə yolun kənarında yerləşir. Belə göstərim. Deməli bunun qeyd edildiyi Müslüm Maqamoyev hara düşür? Əllər binasının arxasından da yol gəlir bura. Və bu Qazimlərdə Pekani var, Aspetrolu keçən kimi. Onun qarşısından da bura yol girir. Bütün kommunal sistemləri mövcuddur. Qaz, su, işıq, internet və əl yandı təcilli olaraq satılır. Bazar qiymətindən olduqca aşağı qiymətə. Girişdə belə bir dənə dəmir qapısı, belə görün hasardır və ən əsası qarşısından nə az, nə çox 2 dənə şəhər içi marşrut işləyir. Girim içəri Allahın izni ilə. Baxın, belə bir dənə qəşəng, sərgəli, 4 tərəfə bağlı həyəti var. Qazı, suyu, işığı, interneti, hər bir şey var. Belə evin öndən də görüntüsü budur, belə göstərim. Üstü dəmir, şifirdir. Baxın belə. Köhnə ev deyil, yeni tikilmiş evdir. Qiymətini videonun sonunda qeyd edəcəm. Axıra qədər baxın, zəhmət olmasa. Arxada da qəşəng bağçası var. Allahın izindən göstərim. Baxın belə. Bura arxa tərəfidir. Qəşəng meyvə ağacları, növbə-növ meyvə ağacları var. Belə göstərirəm. Toyuqçuya baxmaq üçün, xırda təsərrüfat üçün idealdır. Burada da su hövzəsidir. Təxmini olaraq 5 tonluq su hövzəsi var. Ev ümumi hündür, padvallıdır. Baxın, belə göstərim. Hündürdür. Buradan da belə ərazisi var. Qəşəng, çox gözəl yerdə yerləşir. Hər yerə yaxın. Qabağına marşrutlar da işləyir. Keçim inşallah evin içərisini göstərməyə. Girək inşallah. Girişdə bir dənə qəşəng dəmir seyf qapısı. Mən bunun plus bir dənə bir şey demək istəyirəm. Hal-hazırda evdə kirayəçi mövcuddur. Aylıq 150 manat kirayə verilib. Girişdə bir dənə qəşəng belə geniş dəhliz. Buranı məsəl üçün qəşəng otağa çevirmək olar. O başını kəsib otaq eləyə bilərsiniz və yaxud da ki açıq eyvan mətbəx eləyə bilərsiniz. Belə göstərim. Tavan aşıqə taxtadır. Ev sağlamdır, hündürdür. Baxın, yerdən 5-6 pilləkən yuxarıda yerləşir. Girişdə bir dənə belə ortada dəhliz. Baxın, belə göstərim. Sağ tərəfdə, belə göstərək inşallah. Sağ tərəfdə bir dənə əlavə, bir dənə otaq. Baxın, belə göstərim. Qiyməti axırı deyəcəm, xahiş edirəm, axıra qədər baxın. Bir dənə belə geniş otağı, Wi-Fi-nə qədər var. Sonra burada bir dənə otaq var hal-hazırda. Burada bir dənə otaq. Belə göstərim. Geniş otaqları var. Ümumi 3 otağı da bayaq girdiyimiz bir otaq, əlavə bu 2 dənə otaq və burada mətbəxdir. Qiyməti deyəcəm, axıra qədər baxın, çox xahiş edirəm. Axıra qədər baxın ki, qiymətdən tam xəbəriniz olsun. Baxın, belə mətbəxi, sərgəli, yəni hər şey qaydasında mətbəxi. Bu başda da sanitar qovşağı və sanuz eldir. Bir dənə buradan belə göstərim. Ümumi şəkildə. Baxın. Burada sanitar qovşağı və sanuz eldir. Bir dənə kafeyə ehtiyac var. İsti suyu, soyuq suyu, hər bir şey var. Necə lazımdır. Deməli, buranın qiyməti cəmi 46 minə təklif olunur. Niyə 46 min? İndi mən sizə açıqlama vermək istəyirəm. Bu ərazilərdə boş torpaqlar var ki, 6-7 sot torpaq var ki, 36-37 min deyirlər. Boş torpağı, 6 sot torpağı. Amma biz evlə bir yerdə ən əsası kommunalı var. Bir dəqiqə cəmaət ev tikir, qaz çəkə bilmir. Amma buranın hər bir şey var. Qaz, su, işıq, internet 46 minə çox cüzə indirim olacaq. Çox cüzə, şimdi gəlib mənə deməsin də 35 minə verərmi? Xeyr. 46 min manatdan cüzə indirim olacaq. Bütün sənədləri qaydasındadır. Allah manzara mülkünüzə bərəkət versin. Esselamu Aleyküm ve Rahmetullah.